Əzbər tamaşaçılar, mən bir dəfə buranın videosunu çəkmişdim. Bax, bu sahə Atamoğlan Babayevin özünün və icarəyə götürdüyü sahələrdir. Təsəvvür edirsiniz, bizə gələn yolu tamamilə 12 metr bax buradan belə, dərədən belə yolu var. Bu yolu başdan da əkib, ayaqdan da əkib. Baxırsınız, baxın, keçməyə yer yoxdur heyvanların. Təmiz bağlayıb, Örüş otlaq sahəsinin şəhid anasına verilmiş 99 il müddətinə müqavilə əsasında verilmiş yeri də qanunsuz olaraq əkib. Dəfələrlə aidiyyatı orqanlara müraciət etməyimizə baxmayaraq şikayətimizə baxılmır. Bax, bura örüş otlaq sahəsidir. Bax, bu gördüyünüz yer hamısı. O ağaçlıqda 87-ci ildə oranı kooperativimiz olanda heyvanların kölgəliyi üçün əkmişik. Bax, buranı da örüş yerimizdir. Yolda fikir verirsin, tamamilə əkib vəzifəsindən istifadə edib. O uzun illər servis müdiri, Bərdə Regional Su İdarəsinin müdiri, Quzanın Ağcabədi servis müdiri, Ağcabədi Su İdarəsinin müdiri işləyib. Çox böyük imkana malikdir. Həddən artıq imkana malikdir. Ona görə də Ağcabədi rayonunun əksəriyyət hüquq mühafizə orqanları, istər icra aparatının işçiləri hamısı onu müdafiə edirlər. Bax, burada başdan da narlıqda xeylaq qırıqlar, baxırsınız. Bir ilə deyir, tamamilə narlığı çıxardıb əkinə vuracam ağaçları. Bax, burada yol yerimizdir, yol da əkib, baxın. Yol çıxırdı belə. Bax. Tamamilə əkib. Görürsünüz. Bax, bura örüş otlaq sahəsidir. Müqavilə əsasında 99 illik verilib şəhid anasını. Bax, bu yolumuzu da əkib. Baxırsınız. Üyə ağaçlarından xeylaq çıxardır. Çox təəssüf ki, şikayətimizə baxılmır. Yolda yoxdur. Örüş otlaq sahəsinin əhəmiyyətində cənab prezidentimiz qərar verib, əkilməyi qadağandır. Heç kim də bizim şikayətimizə baxmır, ailə üzvlərimizin. Baxın, yol da yoxdur, yol da əkib. Halbuki burada 12 metr yerində yol var. Yol da əkib, bizə də deyir, əliniz hara qəlbi də qoyun ora. O adamın da arxalandığı insanlar Ramiz Mehdiyevin şəxsən deyilirdi, inanmırdıq. Kurukunda olan adamdır. Əli Həsənovun da 200 hektar nar bağın bunun adına keçirilmişlər, qarşısı alınıb. Sənədlər qəbul olunmuş Beyləqanda. Çünki mən maraqlandım. Beyləqana da getdim. Dedilər ki, düzdür. Təsəvvür edirsiniz. Baxın, yol da əkib. İcarəyə götürür, kənd cəmaatından yerləri alır. Ucuz qiymətə, ömürlük və yaxud da uzun müddətə alıb. Hamısını basıb əkir. Maliyyə dəstəyi də onlardan gəlirdi. Çünki vəzifəyə də, texnikaya da əlində olsun deyin, su əlində olsun deyin. Bu iki vəzifədə ömrü boyu onda olur. İki vəzifəsindən istifadə etsin. Çox da əlimizdə tutar əsaslarımız var. Külli miqdarda dövlət əmlakının mənimsəməsi var. Çox təəssüf ki, şikayətə baxılmır. Niyə baxılmır? Orası sual altındadır. Yolda bitirək. Bitirək. Gediş gəlişdə yoxdur. Bir mənim yox, cəmaatında yolun bağlayıb. Anıya da verilən yeri bitirək əkib. Məlumat üçün də sizə bildirim ki, 1-ci Qarabağ müharibəsində qardaşların cəbhəçi olub bu adam. Cəbhə ki, bunu cavan yaşında kolxoz sədri qoyub, Ulu Öndərə qarşı çıxan adam olub. Bunu əsaslarımla deyirəm, faktlarla danışıram. Biz də Yeni Azərbaycan Partiyasının ağır günlərdə yaratmışıq. Dəfələrlə ölümlə üzbəüz olmuşuq.
fikrimizdən dönməmişik bugüne qədər. O adam cəhbərçi olub, qardaşların Rusiya Federasiyasına qaçırdıb. İkinci Qarabağ müharibəsində də oğlun qoymayıb ki də, birinci Qarabağ müharibəsində fərali stat salanları olub. İndi torpaq çox müəmmalıdır. Hangi əsasla görə şəhid anasından alınır, Fərhari qardaşına verilir. Bu çox utanç verici bir işdir. Utanç verici. Çox utanç verici. Çox sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.